Bugün Azərbaycan universitetlərinin, nəinki Azərbaycan, həmçinin dünya universitetlərinin bir problemi var ki, onların məzunları iş tapmaqda müəyyən çətinlik çəkirlər və yaxud da sahə üzrə iş tapa bilmirlər. Biz Azərbaycan universitetlərinin məzunlarının ümumi statistikasına baxanda görürük ki, universitet məzunlarının əksəriyyəti işsiz qalır və yaxud da sahə üzrə işləyə bilmir. Təhsil Nazirliyi adını dəyişərək Elm və Təhsil Nazirliyi oldu. Yəni burada məqsəd o idi ki, təhsil və elm inteqrasiyalı şəkildə inkişaf eləsin. Yəni məqsəd burada tutalım şəxs biologiyanı oxuyursa, avtomatik olaraq laboratoriyada bu işin praktikasını görsün və uğurlu gənc kimi yetişə bilsin və əmək bazarında öz yerini tapa bilsin. Bundan əlavə bu yaxınlarda Cənab Prezident əmək məcəlləsində olan dəyişikliyi təsdiqlədi və ondan ibarətdir ki, tələbə praktika müddəti keçirsə və həmin praktika müddətində artıq tələbəyə staj yazılacaq. Bu da gələcəkdə iş yerlərinə getmək üçün artıq tələbədən sənin stajın yoxdur sualı verməzlər, çünki bunun artıq real stajı olmuş olur. İndi bu işə nə qədər yarayacaq? Təbii ki, bu gələcək məsələlərdə özünü göstərəcək, özündə olacaq, amma nəticə etibarilə bugün bu problem var. Bu problemin baş səbəbi odur ki, universitetlərdə maddi texniki baza, eləcə metodik vəsaitlə bağlıdır. Yəni bizim dediyimiz nədir? Bugün tələbə universiteti bitirir, amma o gedir iş yerlərinə, iş yerinə gələndən sonra yeni bir mənzərə ilə qarşılaşır. Sən demə oxuduqlarının çoxu işdə həyata keçirə bilmir. Və bu da o deməkdir ki, Azərbaycan universitetləri əmək bazarına uyğunlaşa bilmir. Yəni əmək bazarının tələbləri universitetin tələbləri ilə üst-üstə düşmür. Əmək bazarı fərqli bir şey tələb edir, amma universitetdə keçirilən dərslər tamamilə fərqlidir. Və bu problemlər sanki tələbə başlayır yenidən iş mühitində onu öyrənməyə və təbii ki, iş ötürəndə belə bir tələblər çox da lazım olmur. Daha çox praktikası, sahə üzrə biliyi olan şəxslər lazım olur. Nəzərə alaq ki, bugün Azərbaycanda, nəinki Azərbaycanda, xaricdə belədir, əksər belə deyək, şirkətlər özəldir və publikdir, özünü maliyyələşdirən qurumlardır və bu nöqteyi nəzərdən də istər-istəməz bu sıxıntı özünü göstərir ki, bəli, burada artıq tələbə yetişmiş olmalıdır, 4 il müddətində tam hazır şəkildə artıq əmək bazarına addım atmalıdır. Bu olmadığı təqdirdə istər-istəməz tələbə üçün bir sıra sıxıntılar olur, işə uyğunlaşma, özünə uyğun iş tapa bilmə, ümumiyyətlə iş tapa bilmək məsələsi ortalığa çıxır.